Baxaq 21-ci suala. 21-ci sualda birinci həll yolunu demişdim. İndi baxaq görək bunu başqa necə həll edə bilərik. Baxıram DC 5 ucağını. DC 5 ucağını. Deməli, bizdə burada ABCD rombdu. Birinci məlumatlar verir. ABCD rombdu. Romb olduğu üçün bütün tərəfləri bərabərdir. CD tərəfi 10 vermişdi. Ona görə bütün tərəfləri 10 olacaq. YK 1-dir. YF-in də uzunluğu 3-dür. Və bizə deyir ki, ABCD üç ucağın sahəsini tapın. ABCD üç ucağın sahəsini tapmaq üçün biz DCB-nin sahəsini tapıb 2-yə vurarıq. Çünki diaqonal 2 bərabər 3 uzağa bölür. Sahələri bərabər olan 2 uzağa bölür. Burada da deməli biz tapaq SDBC. SDBC. Bunun üçün nə edək? DCB üç uzağı bərabər yanlış uzaqdır. Çünki DC tərəfi bərabərdir. CB tərəfinə o da bərabərdir 10 sm. Buradan baxırıq ki, deməli, YK 1-dir, YF 3-dür. Biz demişdik ki, Vivian teoremində YK üstəgəlsin YE bərabərdir bunun oturacaqdan çəkilən hündürlüyünə H-a. Yəni 1 üstəgəl 3 bərabərdir H-a. H da bərabər olur 4-ə. Yəni oturacaqdan çəkilən hündürlük. Ona görə oturacaqdan bir dənə hündürlük seçək. O sonra oturacaqdakı təpədən çəkilən hündürlüyə bərabər olur. Burada bir F yazaq, F var, L yazaq. Deməli, onda bizim D elimiz bərabər olacaq neçəyə? 3 üstəgəl 1 4-ə. Və bu S tapsaq S, DBC üçbucağın, SDBC üçbucağı bərabərdir. Üçbucağın BC oturacağı vurulsun BC-yə çəkilən DL hündürlüyü bölünsün 2-yə. BC tərəfimiz 10, bura çəkilən DL hündürlüyümüz 4 bölü 2 olacaq 20. Əgər DBC-nin sahəsini 20 tapdıqsa, onda biz demişik ki, rombun sahəsi də həmin üçbucağın sahəsinin ikimizdir. Yəni SABCD bərabərdir 2 vurulsun SDBC-yə. Deməli SDBC o da bərabər 2 vur 20 olacaq 40.